dekabr ayında hər kəsi salamlayırıq. Biz ən çox ünvanlanırıq ki, Elbin bəy bəs quru sərhədlər nə vaxt açılacaq, Gürcüstanla bizim sərhədimiz nə vaxt açılacaq? Biz isə hal-hazırda deməli Balakəndən gələn o yoldayıq. Çünki qırmızı körpü sərhəd keçid məntəqəsində yük avtomobillərin sıxlığı ilə əlaqədar olaraq ora hələ ki məhdudlaşdırıblar orada yük avtomobillərin hərəkətini və göndəriblər bu Laqodexi tərəfə, Mazımçay sərhəd keçid məntəqəsində. Bir məsələ var ki, çoxu deyirdi ki, ayın 1-də açılacaqmı görəsən sərhəddə? İndi mən sizə quru sərhədlər açılacaq. Quru sərhədlər onsuz da pul olan üçün açıqdır. Yəni dayı olan, diplomatik, nə bilim, o müəyyən sənədləri olan üçün açıqdır, gedirlər, gəlirlər. Amma mən sizə bir şey göstərim. Burada saxladım. Bax, tır da gəlir, keçim yolu qarşı tərəfə. Baxın, mən sizə burada göstərim. Görürsünüz, bax, Tbilisi yolu. Tırlar, bax, buradan keçir, görürsünüz. Deməli, bu 250 kilometr sözünü qaralamışdılar. Nəyə görə qaralamışdılar? Heyf ki, mən ötən həftə çəkə bilmədim. Qaraydı bu 250 kilometr. Yəni ki, Mazımçay demək olar ki, yük avtomobilləri istifadə eləmirdi. Digər vətəndaşlar da buradan getməsin deyə şeyləmişdilər. Bunu qaralamışdılar. Və bir çox bizim izləyicilər də Elbin bəy ayın 1-i açılacaq. Mən şəxsən inanmıram ayın 1-i açılsın. Çünki burada tək aviabiletlərin satılması məsələsi deyil. Bu məhdudiyyətlərə görə həm yük şirkətləri qazanır, həm milyonlarca və bəlkə də deyərdim milyardlarca vəsait ölkədə qalır. Yəni burada tək söhbət şeydən getmir də, yəni buradakı ay nə bilim aviabilet satılsın falan filan. Yəni söhbət təkcə aviabiletdən getmir. Burada yük şirkətləri olsun, milyonlar qazanır, vergi daxil olmaları artır, gömrük daxil olmaları artır. Yəni çox digər sahələr var ki, aviabilet olanın yanında bir damcıdır da, mən sizə belə deyərdim. Bu səbəbdən də yəni pul ölkədə qalır. Turizmdir, falandır, otellərdir, hamısı yəni xaricə getmək əvəzinə o orta gəlirli şəxslər Azərbaycanda xərcləyirlər. Təbii ki, imkanı olan var ki, onun üçün problem deyil. Bilet 500 manatdır, 1000 manat olsa alıb gedəcək, onlar problem deyil. Bizim yəni sərhəddən açılmağın istəyimiz odur ki, əsas bu zərbə yenə də aşağı təbəqəli insanlarımıza dəyər. Kasıb deməzdim. Onların ürəkləri çox zəngindir. Aşağı təbəqəli insanlarımıza bax, bu sərhədlərin bağlı olmağın çox ziyanı dəyir. Tələbə olan, təhsil alan övladlarla görüşə bilməyənlər var. Ailəsinə həssət qalanlar var. Yəni, məncə bütün deyərdim dünyada hər yerdə açılıb, bizcə bizdə bağlıdır. Belə dostlar.